Selam aleyküm. Ramazanın 14-cü günündəyik. Artıq ayın tən ortasına bir addım qalıb. Bugün toxunacağımız mövzu İslamın vizit kartıdır. Gözəl əxlaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, mən ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim. Deməli, qıldığımız namaz, tutduğumuz oruc bizi daha yaxşı, daha dürüst və daha mərhəmətli bir insan etmirsə, biz Ramazanın mahiyyətini hələ tam tutmamışıq. Günün ayəsi, uca bir əxlaq. Ayə, şübhəsiz ki, sən böyük, uca bir əxlaq üzərindəsən. Qələm surəsi 4. Açıqlama. Allahu Teala bu ayədə Peyğəmbərimizi sallallahu aleyhi və səlləmin məhz əxlaqına görə tərifləyir. Din sadəcə quru qaydalar toplusu deyil. Din gülərüz olmaqdır, düzgünlükdür, əmanətə xəyanət etməməkdir. Ramazan bizə bu uca əxlaqı qazanmaq üçün bir fürsətdir. Əgər ac qalıb hələ də qəlb qırırıqsa, orucumuzun ruhunu suzdurmuş oluruq. Gözəl əxlaq qaranlıq bir otaqda yanan şam kimidir. Həm səni, həm də ətrafını işıqlandırar. Günün hədisi, tərəzinin ən ağır yükü. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn heç bir savab yoxdur. Tirmizi. Açıqlama. Bu hədis bizim üçün çox böyük bir müjdədir. Bəzən elə bilirik ki, tərəzini ancaq çoxlu sayda rükətlər və ya böyük sədəqələr dolduracaq. Amma əslində bir insana etdiyin səbirli rəftar, bir çətinlik yanında göstərdiyin nəzakət o tərəzidə hər şeydən ağır gələ bilər. Gözəl əxlaq sahibi olan şəxs gecələri ibadətlə, gündüzləri orucla keçirən kimsənin dərəcəsinə yüksələr. Günün duası, əxlaqın gözəlləşməsi. Gəlin Peyğəmbərimizin bizə öyrətdiyi o qısa, amma dərin dua ilə yalvaraq. Allahım, mənim yaradılışımı gözəl etdiyin kimi, əxlaqımı da gözəlləşdir. Məni əxlaqın ən gözəlinə yönəlt, çünki səndən başqa heç kim buna qadir deyil. Dilimi yalandan, qəlbimi kibirdən, davranışımı isə kobudluqdan təmizlə. Amin. Əziz dostlar, bugün özümüz üçün kiçik bir əxlaq imtahanı edək. Bugün qarşılaşacağınız hər hansı bir çətinlikdə və ya əsəbi bir vəziyyətdə sadəcə bir saniyə dayanın və mən orucluyam, mən gözəl əxlaq sahibiyəm deyin. Təbəssümünüzü heç kimdən əsirgəməyin. Sizcə bir insanın əxlaqını göstərən ən mühüm xüsusiyyət hansıdır? Şərhlərdə müzakirə edək. Sabah 15-ci gündə Ramazanın tam yarısında görüşənədək. Allah'a əmanət olun.